Yettiküşə Abdümbekovlar sərdabəsi. Bu kitabda var bu. Abid bəy, Camal bəy həmin sərdabədə bastırılır. Biri Almaniyadan getiriblər, ziyalı olublar. Bir də Çarın zabit olub. Bunlar cavan kəs, bunları öldürüblər. Ərəbistandan gələn memarlar tərəfindən içəridə gözəl bir yer olub. Bu sərdabənin içərisi gözəl olub, içəridə gümüş qablar olub, yerində xalça olub 37-yə kimi. İndi mənim fikrim var ki, oranı düzəltin, bərpa eləyim. Abdümbekovlar nəslindən əgər söhbət gedirsə, babalarımız Qubanın yaradıcılığında küllü miqdarda kapital xərcləyib. Bunların bek statusu var. O vaxtı Çarın çıxarışıyla bunlara bek statusu verilib. Deməli, bizim nəsil gəlir, Hüseynəli xanımla başlayır. Burada indi faktlar da var. Bizim özümüz bir səcərəmizi də düzəltmişik, 7 nəsil. Gəldik o Sərdabiyə, o vaxtı bunların bağları alma işlə məşğul olublar. Məsələn, hər sezonda deyək ki, bir 300 vaqon, 400 vaqon alma aparıblar Peterburqa. Burada satıblar, sandıqla da qızıl getiriblər. İndi xərcləyiblər Qubaçının özləri üçün saçın, belə, yəni bu formada. İndi mən babamdan alan məlumatıma görə bunları bağları Rus məktəbinin zavorundan düz Amsara kimi olub. Həmin o Sərdabə də bunların bağlarına düşür. Bunların iki qardaşının da qəbrin öz bağında bastırıblar. Bu Sərdabə də o vaxt orada tikiblər. Həmin qəbristanlığın ərazisi Rus məktəbinin zaborundan gəlir düz Kamannat bağı deyirlər, üst bağa kimi, oradan qalxır yuxarı düz Amsara kimi bunların bağlar olub. Bunlar 5 qardaş olublar. O Sərdabədə 2 qardaş bastırılıb. Biri Almaniyadan getiriblər, ziyalı olublar. Bir də Çarın zabit olub. Bunlar cavan kəs, bunları öldürüblər. 2 qardaşı. Bunlar evlənməyiblər. Bu 2 qardaşı da adı Abid bəy, Camal bəy həmin Sərdabədə bastırılıb. Bu Sərdabənin içərisi gözəl olub, içəridə gümüş qablar olub, yerində xalça olub 37-yə kimi. 37-ci ilə kimi. Bu Sovet hökuməti gələndə oranı dağıtıblar. Giriblər içəri, oğurluq eləyiblər. Oradakı qəbirlər də Sərdabə altından tunel kimi girir içəri, içəridə bastırırlar. Üstə yox. Qapının ağzında belə yumru yer var. Buradan içəri girsən, içəri boşdur. Sonra babam rəhmətli görüb ki, daha bura bərbad günə qoyublar. Girib oradan bunların qəbirlərində, sümüklərində belə yığışdırıb, kəfənləyib, qırada bastırıb. Tapışda orada bir daha qəbir yoxdur. Amma oranın Ərəbistandan gələn memarlar tərəfindən içəridə gözəl bir yer olub. İndi mənim fikrim var ki, oranı düzəltin, bərpa eləyim.